Eyni duyğunu görsən 2 nəfər yaşayır, heç onda travma qalmır. Məsələn 2 nəfər girir dənizə, boğulma təhlükəsi yaşayır. Biri səhəri yenə gedir dənizə çimməyə, amma biri daha gedə bilmir. Onu siz niyə hara getdiniz, qoydunuz? Baxın, bizdə video baxırlar. Yəni videonun altında hər bir komment yazır, hər bir şərh yazır. Hər bir şərh yazır. Baxsan ki, yəni həqiqətənmi bu videoya baxıblar. Elə altda elə başa düşsən ki, başqa videolara baxıblar. Amma mən sizinlə razıyam ki, düşüncə o hansı ki düşüncə ilə baxır insan eləyir, onun təbii ki keçmiş bilgiləri, inancları da buna təsir eləyir ki, o ona elə yazır. İnanclarımızla baxırıq da biz insan inandığından başqa bir şey görmür, eşitmir və qəbul etmir. İnandığına doğru hərəkət eləyir də. İnancımızdan fərqli bir şey olur. Məsələn, ünsiyyətdə nə olur? Bir insan bir şey danışır, o biri insan onu inkar edir. Niyə? Fərqli bir şeyə inanır.